Bəziləri deyir ki, əgər Tanrı mənim cəhənnəmlik və ya cənnətlik olduğumu əvvəlcədən bilirsə, bu imtihana, bu həyata nə ehtiyac var? Sənə elə gəlir ki, bu sualla çox böyük bir məntiq xətası tapdın. Əslində sən bilməklə məcbur etmək anlayışlarını bir-birinə qatırsan. Birinci misal. Təsəvvür et ki, sən bir astronomiyaya aid hər şeyi bilən peşəkar bir mütəxəssissən. Hesablayırsan və deyirsən ki, sabah saat düz 14:00-da günəş tutulması olacaq və sabah həmin saatda o tutulma baş verir. İndi mən sənə sual verirəm. O günəş sənin biliyinə görə tutuldu, yoxsa günəş tutulacağı üçün sən onu əvvəlcədən bilirdin? Təbii ki, ikincisi, sənin bilməyin günəşi o hərəkətə məcbur etmədi. Bax, Tanrının hər şeyi bilməsi də belədir. Tanrı zamandan və məkandan aslı deyil. Bizim keçmişimiz də, gələcəyimiz də onun üçün eyni andır. Sən Tanrı bilir deyə o günahı işləmirsən. Sən öz azad iradənlə o günahı işləyəcəyini Tanrı zamandan kənarda olduğu üçün əvvəlcədən bilir. Bilmək məcbur etmək deyil. İkinci misal. Soruşursan ki, bəs bilirsə imtahan niyə lazımdır? Deyək ki, sən heç bir cinayət etməmisən. Amma bir hakim səni küçədə tutub birbaşa həbsxanaya atır və deyir, mən əvvəlcədən bilirdim ki, sən 5 il sonra adam öldürəcəksən. Ona görə səni indidən cəzalandırıram. Sən nə edərsən? Orada üsyan etməzsənmi? Deməzsənmi ki, sən mənə heç yaşamağa şans vermədin axı? Bəlkə mən o günahı etməyəcəkdim. Sübutun hanı? Bax, dünya məhz o sübutun yazıldığı yerdir. Tanrının sənin nə edəcəyini öyrənməsi üçün sənə ehtiyacı yoxdur. Bu imtihan sənin özünün öz əməllərinə şahid olmağın üçün lazımdır. Həyat bir növ hər anının kadr-kadr qeydə alındığı bir çəkiliş meydançasıdır. Sabah o böyük məhkəmədə əməllərin sənə göstəriləndə, mənə şans verilsəydi, yaxşı adam olardım deməyə üzün qalmasın deyə bu imtihanı verirsən. İmtihanın nəticəsi Allaha yox, məhz sənə lazımdır ki, ədalətə zərrə qədər də etiraz edə bilməyəsən. İndi mənə de görüm, əsl məntiqsizlik hər şeyi birbaşa kəstirib atmaqdır, yoxsa insana öz seçimini etməsi üçün şans vermək?